Salam değerli izleyiciler, 16 iyun 2025-ci il İsrail ordusu İranın silah istehsal imkanlarını aşağı salmaq məqsədi ilə başlatdığı növbəti geniş miqyaslı zərbələr dalğasını tamamladığını açıqlayıb. Qeyd olunub ki, bugün səhər saatlarından başlayan əməliyyatlarda İranın hər yerində çox saylı silah istehsalı obyektləri hədəf alınıb və bu arada digər bir məlumatda isə qeyd olunur ki, İran İsrailin kəşfiyyat mərkəzlərini vurub. Qeyd olunur ki, Doğru Vəd 3 əməliyyatının 3-cü mərhələsi çərçivəsində İsrailin kəşfiyyat mərkəzlərinə zərbələr endirilib. Həmçinin Təbrizdə də hava hədəfləri vurulub. Təbrizdə müdafiə qüvvələri İsrail qırıcılarına müqavimət göstərməyə çalışıb. Hava hücumundan müdafiə sisteminin səmada bir neçə obyekti görünüb. Bu arada Tehrandan, deməli, əhali Tehranı tərk eləyir. Belə bir görüntülər də var, dəyərli izləyicilər. Qeyd olunur ki, xüsusən artıq müharibənin başladığı ilk günlərdən etibarən vətəndaşlar Tehranı tərk eləməyə başlayıblar və axşam saatlarında xüsusən belə deyək uzun tıxaclar yaranıb.